Azərbaycanda, Bakıda, Gəncə saysız hesabsız evlər satılır. Millət evlərini satıb kaçır. Bunu milləti o şeyin arasında sıxırlar, sıxırlar. Məngənənin arasına qoyurlar. Millət də görür ki, bura dirənib, iş yox, güc yox, balalar acından ölür, nağarım. Baxır Avropaya, bəziləri var ya, burada qara millət, görürəm çöldə durub, video ilə danışır, oranı buranı göstərir, zənci qızlar. Qıraşdan baxıb deyirəm, vallahi onun kəndində bir nəfər qalmayacaq, gələcək bura. Bilirsən, onlar baxırlar ki, orada acından ölür Afrikada. Görür ki, bu burada kef eləyir, özü bilirsən nə, bu zəngilər bilirsən nə tarih maşın sevəndilər. Quran haqqı toy olanda, Eşat görəsən, ən bahalı maşınlar hamısının garajda bahalı maşınlar durur, toydan toya, praznikdən praznika. Bilirsən, baxırlar burada yaşayış var, orada daşından ölür, nə varsın? Bütün qohum əqrəbə yığılır, yola salırlar bir bura. Oradakılar da bizimkiler de baxır, görür acından ölür, dirənib şey, kişi evə gəlib, əlində bir dənə çörək alıb gətirə bilmirsə də, o devlət dağılsın, devlət deyil. Utanır da, ailəsindən utanır da, qardaş, hamının balası var, hamı balasını istəyir da, hamı istəyir ki, balası yesin, içsin, kef eləsin də, 5 günlük ömürdür, nə verəsən? Ona görə də millətin çoxsu, bunlar spesial elir ki, millət satsın, qaçsın. Nəyə görə yeni naziri açmaq istəyirlər, nəyə görə başqa. Elə bilirsən, o yetim yesirlər gəlib işləyəcək, yox. Hamısı məmurların balaları, hansı ki xaricdə, ya Azərbaycanda doktor, nauk, deputatların o dediğin o deputat var, o kızı o günləri video bırakan. Alimdir, nədir, yalancının ortasına nələr. Bütün deputatların, bütün bu yuxarı vəzifədə olanların Allah'ın ayları haqqı, hamısının diplomu farşividir, hamısının diplomu pulla almadır. Onlar qaz otarmaq, qoyun otarmaq, ondan başqa onlara heç nə yaraşmır. Beyin yoxdur. Valla qoyun otarmaq şərəfli peşədir. Yox, mən pis baxmıram çobana. Mənim daim çoban olub ömrü boyu. Ona pis baxmıram. Prosto deyirəm ki, bunlara hökumətin işini qavirət eləmək olmaz, başa düşsənmi? Bir dənə deputat çıxsın qabağa desin ki, bir dənə qazinin, ya bir dənə şahid ailəsinin, ya kiminsə da işini yola vermişəm. Çıxsın desin da, nə xeyir iş görüblər ki, bunlar surokdan suroka keçir. Surok qutardı, təzənə gənə seçilirlər. Ay tova, bir dənə normal insan bir dənə deputatı seçmir, qardaş. Hamısı pul, özü də hamısı Ramiz Mehdiyevə. Ramiz bütün deputatların hamısını Qaliya xanım qoyubdur. Gətirirlər Qaliya xanıma diplomatla pul verirlər. Qaliya da Ramiz axşam gələndə deyir, bax bu yetim deputat olmalıdır. Sən pulla bir deputat qabağa dursun desin ki, mən pulsuz deputatlığa gəlmişəm. Ya bir dənə nazir. Hamısı pul. Ona görə də milləti sıxışdırıb ölkədən dədərgün salırlar. Düşünsən, biz buradan deyəndə, mən də deyəndə, sən də deyəndə, başqalar hamı deyəndə ki, orada hökumətin içində, hökumət qurulub 2017-nin 2018-dən car çəkdim ki, nəyə görə mən efirlərə çıxıb demirdim. Dedim ki, o səssiz, küysüz da bu işi görsünlər. Çıxsınlar mənlə Sivyaza. Bax, bugünkü gündə Əli Nağıyev çıxsın mənlə Sivyaza. Mən ona spisoku verim ki, özü də %100% qarantıyla kim onun anasını oradan söydürtdürür Bakıdan. Mən spisokunu verim da, kim pul bırakır? Sana gəlib yox. Biri İbrahim Nehrəmli. Yox, başa düşsən, yox, biri var, səni atıflar, Eşat. Bunun başqa yolları var. Mən sana demişəm də, Allahın köməli ilə oturup bir qismət çörək kəsərik, mən onda söyləyəcəm. Hansı yolla söydürtürürlər, hansı yolla pul gəlir. Küllü miqdarda pul gəlir. Mən başıma hava gəldi, deyəndə ki, hər bir adama ən aşağısı 5.000 ayına pul